Bir nəfərlə danışırıq, bir xəyanət baş verib, deyir ki, xəyanət niyə baş verib? Araşdırıb görürlər ki, kişi qadına diqqət ayırmır. Qadın artıq məzlul olub diqqəti kənarda görür. Kişi qayğı göstərmir, diqqət ayırmır. Bir dəfə güllə gəl evə, bir dəfə bir hədiyyə ilə gəl, bir xoş söz de, qadına dəyər ver. Nə ola bir dəfə həyatım denən, ömrüm denən, canım denən, ürəyim denən. Sözlər ona buna ürək deyir, canciyər deyir. Evə gələndə arvada zəhər tökür. Qadın evdə qayğı diqqət görmür kişidən. Çölə dükana gələndə, dükan satıcı bir dənə bunlar xoş söz deyən kimi əriyir. Kişi də görürsən, qadın nəsə bundan meyl elədi. Yenə sabah dükana gələndə, yenə kişi həmən satıcı buna bir dənə gözəl söz deyəndə qadın biraz meyl edir. Bax beləcə görürsən, şeytan da işləyir axı. Bir-birindən meyl edir, axırda ayrılırsan ki, qadın uşağı ərini qoyub gedib, qoşulub taksi şoförünə, nə bilim, filan satıcıya, ailə dağıldı. Deməli, diqqətsizlik. Həmçinin kişidə də eyni şeydir. Qadın diqqət göstərməyəndə ərinə, qayğı göstərməyəndə, onun üçün bəzənib düzənməyəndə, evdə gözəl görsənməyəndə, ətirlənməyəndə, özünə baxmayanda, çölə çıxanda ətirlənir, üzünə hər şey çəkir, bəzənir başqaları üçün. Evə gələndə qadın mətbəxdə olur, təbii ki, normal halda, amma baxmır da, özünə fikir vermir. Yemək iyi gəlir, qoxu gəlir və s. yaxşı özünə baxmır və ya kişi də artıq nə edir? Allah qorxusu olmayanda bunu gedib harda axtarır? Qıraqda. Qıraqdakı qadın da şirinlik eləyir axı. Artıq kişi meyl edir ora, qardaş, xəyanət baş verdi yoxsa yox? Qadın deşləndə ailə dağıldı.